Biz bir gün bunu düşünək, tez-tez düşünək ki, biz bir gün bu dünyadan köçəcəyik. Bu çox mühüm xəbərdir. Çox mühüm xəbərdir. O gün bu gün də ola bilər. Yaşdan asılı olmayaraq bu gün də baş verə bilər. Sabah da baş verə bilər. Bu çox mühüm xəbərdir. Bunun üzərində insan xeyli düşünməlidir. Və bunu da düşünək ki, biz dünyadan gedən zaman təsəvvür eləyək özümüzü indi. Ki, indi bu saat dünya ilə vidalaşırıq, can veririk. Allah ömrünüzü uzun eləsin, bərəkətli eləsin. Amma bu reallıq var. Bunu gərək incələyək, təhlil edək, düşünək bu haqda. Elə bil indi canın bədənindən çıxır hal-hazırda. O zaman sən baxırsan, boylanırsan həyatına. Görürsən ki, orada çox önəm verdiyin şeylərin önəmi yoxdur o məqamda sənin üçün. Fikir verirsiniz. O qədər ki, önəm veririk, əhəmiyyət veririk, o anda nə bizim üçün önəmlidir? Bilirsən ki, artıq gedirsən. Dünən önəm verdiyin, gecə-gündüz fikrini məşğul edən şeylər həmin anda gözündən düşür. Yəni o sənin üçün artıq önəmli deyil.